Psixoterapiya haqqında mif yoxsa həqiqət? Çox vaxt belə bir mif var ki, əgər mən psixoterapiya keçsəm, o zaman mən bütün travmalarımdan azad olacağam, o zaman mən tam yenilənəcəm və mənimlə heç bir şey baş verməyəcək və mən mutlu məsud ömrümün axırına kimi yaşayacağam. Bu təbii ki mifdir, çünki psixoterapiya bizim travmalarımızı yox eləmir. Sadəcə travmamızın bizim həyatımıza təsirini azaldır. Əgər adi həyatda travma bizim münasibətlərimizə, karyeramıza, özümüzü hiss etməmizə nə cürsə təsir edirdisə, bizi indiki andan keçmişə qaytarırdısa, psixoterapiyadan sonra bu daha çox idarə olunan olur. Bu artıq bizim həyatımıza mənfi təsir göstərmir. Bir də başqa bir məsələ var ki, məsəl üçün, əgər biz telefonumuzu format eləsək, öz baza ayarlarına qayıdacaq. Bizim də şəxsiyyətimizin baza ayarlarımız var və bu uşaq vaxtı bizim psixikamız formalaşanda formalaşır və bu ömür boyu bizlə qalır. Psixoterapiya nə edir? O baza ayarlarımızı bizə görünən edir. Biz fərqində oluruq ki, biz nə cür reaksiya veririk, biz adətən nə cür davranırıq və bu imkan verir ki, biz onları idarə edə bilək. Məsəl üçün, əgər biz daima başqasının əvəzinə qərar verirdiksə, onun əvəzinə düşünürdüksə, biz sual verməyi seçirik və yaxud da biz utanıb özümüzə çəkilməyi seçirdiksə, biz insanlara getməyi, kömək istəməyi öyrənirik, insanlarla bölüşməyi öyrənirik və s. və ilaxır. Yəni, psixoterapiya insanı steril etmir. Sadəcə ona imkan verir ki, insan öz həyatını xoşbəxt yaşaya bilsin. İkinci mif haqqında isə növbəti videoda.